Deməli, gəlin blok suallarında qarşımıza çıxan bir neçə söz var. Onun üzərində təhlil edək. Deməli, biri var düşünməyin. Burada olur məstər. Sənin düşünməyin. Digər isə siz düşünməyin. Bu isə əmr şəkli ikinci şəxsin cəmidir. İndi gəlin hər ikisinin üzərində təhlil aparaq. Deməli, düşün sözün kökü makmək, məstər. Burada ki əvəzlənməsi əminliklə baş vermişdirmi? Bəli. Deməli, məstər formasında olanda düşünməyin sözündə ki əvəzlənməsi olmuşdur. İndi isə sənin düşünməyin, yəni mənsubiyyət şəkilçili sözdür. Bilirik ki, məstər ismin 4 qrammatik şəkilçilərindən hansını qəbul edir? Mənsubiyyətə görə dəyişir, hallanır, xəbəri şəkilçisi yalnız üçüncü şəxsin təkində qəbul edir. Amma lar-lər şəkilçisini ümumiyyətlə qəbul etmir. Məstərin özünə aid olmayan xüsusiyyəti nədir? Morfoloji xüsusiyyəti cümlədə lar-lər şəkilçisini qəbul etməməkdir. Daha sonra gəlirik ikinci sözümüzə. Düşünməyin. Baxın, bunun tələffüzündə bu üyə çevrilir. Buradakı ü də yenə üyə çevrilir. Deyilsə ki, düşünməyin sözünün tələffüzündə hansında əmr şəklində, yoxsa məstər formasında hansında bütün saitlər ü saitinə çevrilmişdir. Deməli, əmr şəklini kimi işlədikdə ikinci şəxsin cəmində siz düşünməyin. Burada düşün sözün kökü mə inkar şəkilçisi, yin isə y bitişdirici samit, in isə şəxs sonluğudur. Deməli, düşünməyin sözünü biz iki cür işlətdik. Birində düşünməyin, sənin düşünməyin oldu makmək məstər, in məsubə şəkilçisi. Digərində isə siz düşünməyin. Bu oldu əmr şəkli ma inkar, yin isə şəxs sonluğudur. Deməli, əgər sizə məstər kimi deyilsə ki, düşünməyin sözünün məstər kimi işlədilən formasına aid xüsusiyyətləri seç. Bu zaman artıq sən bunu seçmirsən. Yalnız birinci formanın üzərində çalışırsan. Daha sonra bizə bu yaxınlarda belə bir sual çıxmışdı qarşımıza. Necə? Deməli, yazıb ki, qız isminə artırıla bilən dır şəkilçisinin tələffüz formasını nəzərə alaraq siz fonetik təhlil edin. Bu zaman artıq qız isminə, məsəl deyirəm ki, qızdı. Yazılış qızdır, düz deyilmi? Amma tələffüzdə nə deyirəm? Qızdı. Yox, əgər sənə belə bir açar versəydi, deyərdi ki, qız feilinə artırıla biləcək dır şəkilçisini nəzərə alaraq fonetik təhlil edin. Unutmayın ki, qızdırmaq, sonra güldürmək, bu tipli sözlərin yazılışı və tələffüzü eynidir. Çünki dır burada leksik şəkilçidir. Deməli, necə oldu? İsim kimi dedikdə biz o r şəkilçisini düşmüş vəziyyətdə deyirik. Məsələn, gözəldir, gözəldir, qəşəngdir, qəşəngdir adlarda deyirəm. Qızdır, qızdı. Güldür, güldü. Artıq yazdır, yazdı kimi deyirik. Amma feil kimi olduqda yazdırmaq olduğu kimi, baxdırmaq olduğu kimi, güldürmək olduğu kimi tələffüz edilir. Yəni r düşmür. Amma belə bizim formamız var. Belə demək mötərizənin içərisində bəzi sözlər verirlər ki, məsələn, daddı. Hansı sözü 3 müxtəlif nitq hissəsi kimi düşünə bilərik? Hansı sözün tələffüzünü 3 müxtəlif nitq hissəsi kimi düşünə bilərik? Gəlin düşünək. Bir deyirəm ki, bu daddır, dad. Bax, bu yeməkdəki daddır. Bu isim oldu, rımız düşdü. Bu bir formamız. Daha sonra deyirəm ki, dadlı sifəti. Necə tələffüz edirik? Daddı. Bu iki formamız. Sonra üçüncü formamız necədir? Deyirəm ki, o yeməkdən daddı. Burada isə oldu keçmiş zamanda işlənmiş fiil. Baxın, 3 formada işlədə bildik.